Mən İlham Nuri. Dinləyən hər kəsi salamlayıram. Tariximizin dəyişdirildiyini və bizə unutturulduğunu bilirdiniz. Bu, əvvəllər də belə olub və bundan sonra da belə olacaq. Burada nəzərdə tutduğum ümumi dünya tarixi və ya insanlığın tarixindən gedir. Misal, mən əgər Amerikadakı hər hansı bir tarixi hadisəyə yəni nəzər salsam, bunu internet üzərindən araşdırmalı oluram. Yəni gedib orada Amerikada yazılan tarix kitablarına birbaşa fiziki olaraq baxa bilmərəm. Yəni bu hazırda mənim üçün çox da mümkün bir şey deyil. Ancaq əgər məlumatların hamısı internet üzərindədirsə, internet üzərindən istədiyimiz hər hansı istər tarixi, istər digər məlumata əlimiz çatırsa və yapay zeka dedikləri ya da süni intellekt dedikləri həmin o internetə limitsiz çıxışı varsa, tarixi istədiyi kimi dəyişdirə bilər. Hətta bu dəyişdirilmiş hissənin bir hissəsinə də mən rast gəlmişəm. Bəlkə mən bunu dedikdən sonra sizin də hər hansı bir dəyişdirilmiş hissəyə rast gəldiyiniz yadınıza düşə bilər. Əgər belə bir şey olarsa, digərlərini də məlumatlandırmaq üçün videonun alt tərəfində yorum olaraq yaza bilərsiniz. İllər əvvəl Nikola Tesla ilə əlaqədar araşdırma eləyəndə araşdırmalarımda Albert Einstein ilə bərabər Nikola Tesla'nın da Filadelfiya dənəyinə qatıldığı məlumatına rast gəlmişdim. Ancaq indi baxdıqda Nikola Tesla'nın 1943-cü il yanvar ayında dünyasını dəyişdiyi göstərilir. Ancaq bəzi qaynaqlarda Filadelfiya dənəyinin isə 1943-cü il sentyabr ayında olduğunu göstərir. Hətta bəzi qaynaqlarda ümumiyyətlə o dənəyin olmadığı haqqında məlumatlar var. Yəni, yeni dəyişən tarixin bir hissəsi sadəcə budur. Bir digər yandan isə keçən il təxminən yanvar-fevral aylarından etibarən bunu takib eləyirdim ki, mart ayında olacaq planetlər paradı məsələsi vardı. Yəni 8 ya da 9 planet eyni hizaya gələcəkdi. Hətta o gün evdəydik, amma yadımda deyil tam olaraq. Yəni 22-si mart mı, 23-ü mart mı, yoxsa 24-ü mart mı olduğunu dəqiq xatırlamıram. Ancaq o tarixlərdən birində idi. Və o planetlər paradı hətta dünyanın uzun döngüsünün, yəni 13 min illik olan qaranlıq döngünün sona çatmasını və 13 min illik olan aydınlıq dönəmin başlaması üçün aradakı keçid dönəminə girdiyimizi göstərirdi. 156 illik keçid dönəminə. Ancaq indi araşdıranda internetdə nə o böyük döngülər haqqında bir məlumat tapa bilmədim, nə də martdakı planetlər paradı ilə əlaqədar bir şey tapa bilmədim. Yəni tarix yavaş-yavaş dəyişir öz xeyirlərinə. Bəs siz nə düşünürsünüz? Belə dəyişən tarix haqqında siz də nəsə xatırlayırsınız? Dinlədiyiniz üçün təşəkkürlər.